O günkü olan məlum hadisədən sonra Bolt avtomobili körpüdən aşıb. Allah sürücünün kömək olsun, fərqi yoxdur orada. Hər hansı bir sürücüdürsə Allah kömək olsun. Məsələ ondadır ki, həmən bəlli hadisədən sonra artıq DP tərəfindən buraxılış kartı olmayan, müvafiq icazələri olmayan, yəni sürücülər, taksi sürücüləri cərimə olunur 50 manat. Ya bu birinci səfər 50 manat, ikinci səfər 80 olacaq bir il ərzində yenidən təkrarlanarsa. Və başqa bir məlumat da indi mənə bildirdilər. Başqa profillə və yaxud başqa avtomobillə qeydiyyatdan keçən taksi sürücüləri də aşkarlanırsa, həmən avtomobillər cərimə meydançasına aparılır. İndi məsələ ondadır ki, bu paylaşılanda falan çox adam deyir, sürücü də olub. Olub, Allah kömək olsun. Orada hər hansısa bir sürücüdürsə fərqi yoxdur. Allah kömək olsun. Təbii ki, orada sərnişin də olub, müştəri qismində. Allah ona da kömək olsun. Və orada aşan bir Ford avtomobili də olub. Həmən sürücünün də Allah kömək olsun. Yəni, xəsarət alan hər bir insan ola bilərdi orada. Bunu da nəzərə alın. Belə hadisələrdən sonra nəzərinizdə olsun ki, sonra cərimə mexanizmi qüvvəyə minir. Yəni ki, bu transmini şirkətlər, Bolt ələxüsusda, yəni gətirib çıxartdığı nəticə budur. Və aynanın da taksi tənzimləməsini süftə yaxşı aparırdı, sonra da nəsə zayı çıxdı. Yəni o tənzimləməni, o müəyyən özlərinə aid olmayan bir məsələləri də onsuz eləyirlər. Əlgərəz, o barədə də vaxt çatanda danışacağam. Yəni bu da aynanın taksi tənzimləməsi.